Azərbaycanlı olaraq da Vaşinqtonda ilk polis məmuru, polis zabiti seçildim. Bu vəzifəyə təyin olunduğum üçün çox qürurlanıram. Çox məsuliyyətli bir işdir. Uzun müddət mən polislərlə də məşq keçirdim, polislərə dərs deyirdim. Yəni polislərlə işləmək məni daha həvəsləndirdi. Nə xoş ki, Azərbaycanlıyam. Belə işlər. 1985-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışam. Ailədə 3 övlad olmuşuq, 3 qardaşın sonuncu qardaşıyam. ...1991-ci ildə Sumqayıt şəhərinin 25 saylı orta məktəbinə daxil olub 1-ci sinifə qədəmlərimi qoymuşam və 2003-cü il Sumqayıt şəhəri 5 saylı orta məktəbini bitirmişəm. 2004-cü il hərbi xidmətə yola düşüb, 2005-ci ilin iyul ayında hərbi xidmətimi başa vurmuşam. İdmana marağım uşaqlıqdan məni atam sevdirib və mən 5 yaşım olarkən məni cüdoya apardı. Çox sevdim cüdonu və o gün bugün artıq 30 ildən artıqdır ki, mən cüdo ilə məşğul oluram. Bugünə kimi də mən yarışlarda iştirak edirəm. Müəllimlərim Əhəd Rəcəbli, Zaur Rəcəbli, Fərhad Rəcəbli, Əhməd Rəcəbli və Akif Qədimov olub. Mənim valideynlərim bura daşındıqdan sonra mən də hərbi xidməti başa vurub, ondan sonra mən qərarımı verdim ki, mən də Amerikaya köçürəm, Amerikada yaşayıram, çünki mənim ailəm buradaydı. 2006-cı il New York şəhərinə gəldim. New Yorkda bir müddət yaşadım və New Yorkda da mən yarışlara qatıldım, New York çempionu oldum. Demək olar ki, mənim 100-dən artıq medallarım var, o medalların da bir çoxu qızıl medaldır. Üç dəfə Amerika çempionu olmuşam və 4 dəfə öz çəkimin birincisi olmuşam. Buna görə də mən müəllimlərimə təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, Azərbaycanın bayrağını hər yerdə qaldıra bilmişəm. Nə xoş ki, Azərbaycanlıyam. Qardaşım məni Minnesotada yaşadığına görə məni ora dəvət elədi və mən Minnesotaya getdim. 15 il yaşadım və 15 il ərzində bütün yarışlara qatıldım. 14 dəfə mən yaşadığım ştatın çempionu oldum. Mən cüdo üzrə ardıcıllıq olaraq öz çəkimdə 4 dəfə Amerikanın birincisi olmuşam və Amerikanın Cüdo Federasiyası tərəfindən sertifikatla mükafatlandırılmışam. Mən Minnesotada yaşadığım müddətdə tibb sahəsində fizikal terapiya təhsili alırdım və təhsilimi müəyyən səbəblərdən yarımçıq saxlamalı oldum. Mənim öz zalım da oldu, zalımı açdım, tələbələrim oldu. Uzun müddət mən polislərlə də məşq keçirdim, polislərə dərs deyirdim. Hətta polis rəislərinə mən dərs deyirdim. Minnesotada yaşadığım müddətdə University of Minnesota'dan dəvət aldım. Orada da mənim cüdo üzrə dərs vermişəm. Polisliyə həvəsim var idi. Artıq uşaqlıqdan məndə o həvəs var idi. Sadəcə bu mənə bir vəsilə oldu. Yəni polislərlə işləmək məni daha həvəsləndirdi. Mən Minnesotadan Virginia ştatına köçdüm və düşündüm ki, baxmayaraq ki, uzun müddətdir mən təhsilimi yarımçıq saxlamışam, təhsilimi davam etdirməliyəm və qərarlaşdırdım, sözümün üstündə durdum və bu dəfə mən polis akademiyasına təhsil alım, polis akademiyasında imtahan verim və imtahanımı verdim, polis akademiyasına daxil oldum. 2 ilə yaxın polis akademiyasında oxudum. Həqiqətən də bu 2 il mənim üçün çox ağır oldu. Çünki Amerikada polis akademiyasını oxumaq həqiqətən fərqlidir, həqiqətən çətin, ağırdır. Çox şükürlər olsun ki, mən bu polis akademiyasını oxudum. Axıra kimi fərqlənmə ilə bitirdim və gördüyünüz kimi mənim burada 3 təltif edilmə fəxri fərmanla, medalla, yəni ki, bu məktəbi, bu akademiyanı bitirə bildim. Buna görə də mən fəxr edirəm.
Azərbaycanlı olaraq da Vaşinqtonda ilk polis məmuru, polis zabiti seçildim. Bu vəzifəyə təyin olunduğum üçün çox qürurlanıram. Çox məsuliyyətli bir işdir və inanıram ki, mən daha da yüksəklərə gedə biləcəm və ondan ötürü çox çalışacağam. Bura öyrəşmişik, amma yenə də qəlbimiz Azərbaycanla döyülür. Yenə də Azərbaycanımız üçün darıxırıq. Mən Azərbaycanda və Amerikadakı gənclərə onu demək istəyirəm ki, hər zaman fikirləşdiyiniz, arzusunda olduğunuz işlərin arxasınca gedin. Mən bu yaşda, 40 yaşımda bu işi gördümsə, bacardımsa inanıram ki, siz də bacaracaqsınız. Belə-belə işlər.